Peyğəmbərinə vəhy edir. Qul deginə. Mə yəbə'u bikum Rabbi ləulə duaukum. Ey Peyğəmbər de bəndələrimə, mənim sözümü çatdır bəndələrimə. Əgər yalvarışınız olmasa, çağırışınız olmasa, duanız olmasa, Rəbbiniz sizə diqqət yetirməyəcək. Rəbbinizin yanında dəyərli, qiymətli olmayacaqsınız. Allahın nəzərinə düşmək istəyirsən bu gecə, Allahın yanında dəyərli olmaq istəyirsən, qiymətli olmaq istəyirsən, yalvarış, çağırış, nida. Peyğəmbər buyurur, dua eləyəndə əllərinizi göyə qalxızın. Dua eləyəndə səcdə eləyin. Bunların ikisi də bəndəni zəlil tutandır. Kiçildən bir şeydir. Səcdə olanda da insan kiçilir Rəbbinin qarşısında. Əlləri sail kimi, möhtac kimi, fəqir kimi əl açanda da nə olur? Kiçilir. Söz budur, kiçilt özünü. Rəbbinin qarşısında kiçilt. Elə bil aparıblar bir cəhənnəmi göstəriblər sənə. Deyirlər yerin oradır. Gördün. Buraxıblar. Bir gecə şansın var. Nə olarsan? Necə olarsan? Necə halda olarsan? Bu gecələr o halda ol. Bacarırsansa. İnşallah ki bacarırsan. Allah vədə verib bax. Söz verib. Və qalə rabbukum ud'uni əstəcib ləkum. Allah söz verir. Allah vədinə xilaf etməz. Söz verib. Və qalə rabbukum. Peyğəmbər buyurur, sizin Rəbbiniz dedi. Belə dedi. Ud'uni, çağırın məni. Əstəcib ləkum. Sizə nə edəcəyəm? Cavab verəcəyəm. Çağır, cavab verəcəyəm. Rəbbimizdəndir bizə. Ayələrdir bunlar. Quran ayələridir. Qafir surəsidir 60-cı ayə. Furqan surəsidir 77-ci ayə. Söz budur, Rəbbim buyurur ki, bəndə unutma məni. Neyin var məndəndir? İstəsən verəcəyəm. Amma istəməyin də bir halı var. İstəyin də bir halı var. İstəyin də bir ruhaniyyəti var. Biri gəlib sənə əmrlə bir şey istəsə, vermək istəsən də verməzsən. Onun üçün deyir ki, dua eləyəndə qışqıraraq dua eləməyin. Ədəblə dua elə. Təvazökarlıqla dua elə. Zəlil halda dua elə. Böyüklərdən necə istəyərlər? Uşaqlarımız bəzən bizə göstərir dua necədir. Ədəbli uşaqlarımız bəzən bizə göstərir ki, necə istəyərlər. Görürsən də uşaq necə bəzən utana, çəkinə, sözünü eşitdirə. Ədəblə istəyir. Görürsən uşağın arzusunu tez yerinə yetirirsən. O istəyəni tez verirsən. O bir uşaq gəlir səndən belə əşyana istəyir, deyirsən yoxdur. Vermək istəsən də deyirsən nədir? Yoxdur. Bu insan xarakteridir də məsələn. Bu elə Rəbbimiz də bəzən bunu öyrədir uşaqlarımızdan bizə ki, ədəblə istə, təvazökarlıqla istə. Hər zaman buyurur çətinliyə düşdünüz, çağırın məni, dua edin, ümidlə dua edin və bilin ki, sizə yetişəcəyəm. Yuzibul mustarra izə da'ahu fəyəkşifussun. Hər zaman ki, çətinliyə düşdünüz, çağırın onu. Sizi xilas edəcək o pisliklərdən, xilas edəcək o çətinliklərdən, duanızı qəbul edəcək. İndi duanı deyirlər nə halda? Mən dedim də dua bu haldadır. Duanın qəbul olunan saatları var, duanın ədəbləri var. Bu yaxşıdır. İndi tutağım adamın bir şəraiti yoxdur. Deyir, şəraitin yoxdur. Hansı şəraitdə olsa mənə dua. Amma məni çağır, məni yad elə. Fəzkurullahə qiyamən və qu'udən. İstər oturan yerdə, istər ayaq üstə. Fərqi yoxdur. Allahı yad elə və Allahı çağır. Allah sənə cavab verəcək. Allah sənə cavab verəcək. Hər zaman Allahı çağır. Amma bu gecə lap çox çağır. Səslə bacarırsan, səslə. Da demirəm də qışqır. Oturan yerdə, duran yerdə, çıxmısan bayra havalısan, yenə də çağır. İçində çağır, çağır Allahı, çağır. Münacat elə. Yalvar. Necə buyurdu? Yalvarasız. Dua yalvarmaqdır, yalvarasan. İmam Sadiq əleyhissalam bu ki, Qədir gecəsi elə bir Qədir gecəsidir ki, bu gecədə olunan dualar təyin olmuş qəza-bu qədəri dəyişdirər. Böyük sözdür vallahi. İndi biz deyirik duanı öz dilindədir. Bəndə bilir də, Allah bilir də bəndəsinin dilini, ürəyindəkini də bilir. Amma yaxşı olar ki, müəyyən təyin olunmuş zikirlərlə deyir. Çünki o zikirlərin müvəkkilləri var.
müəyyən mələklər var ki, o zikirləri tez çatdırar. Ona müvəkkil olunub ona, təyin olunub mələklər ki, bu zikirlə məni kimsə çağırdı, kodudur da, onu ilə tez qəbul olunar. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, təəccüb edirəm bəzi insanlara. Təəccüb edirəm ki, qorxu halındadır. Qorxu halında, nədənsə qorxur, nədənsə həyəcanlıdır, narahat haldadır. Neyinsə baş verəcəyindən, baş verməsindən, baş verdiyindən qorxur, qorxu halındadır. Amma Allahın bu ayəsinə pənah gətirmir. Allahın bu ayəsi ilə Allaha sığınmır. Soruşdular imamdan ki, canımız sənə fəda olsun. O hansı ayədir? Buyurdu bu ayədir. Hasbunallahu və ni'məl vəkil. Allah bizə yetər. O nə gözəl vəkildir. Allah bizə yetər. O nə gözəl vəkildir. Deyir, qorxan halda olan insan bu zikr eləsi ki, hasbunallahu və ni'məl vəkil. Deyir, Allah bu ayənin arxasıca bu sözü gətirir, diqqət eləyin deyir. Fənqalabu bi ni'mətin minallahi və fadlin ləm yəmsəshum su. Sonra onlar Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər. Quranda bir hadisəni deyir, o əhli, o cəmaat Allahı bu cünə çağırır. Qorxdular, çəkindilər, Kəhf surəsində olmalıdır bu. Hasbunallah və ni'məl vəkil. Çağırdı, zikr elədilər Allahı bu cünə. Deyir, Allah deyir, onlara heç bir ziyan toxundurmadan neynədi? Qaytardı. Bu zikirlərdən eləyin. Hasbunallahu və ni'məl vəkil. Bir yerdə deyək, hasbunallahu və ni'məl vəkil. Allah bu ayənlə sənə sığınırıq. Çəkindiklərimizdən, qorxduqlarımızdan, narahat olduqlarımızdan. İmam buyurur ki, təəccüb edirəm. Bir insana ki, qəm qüssəyə batıb, əli hər yerdən üzülüb. Batdım deyir, bitdim deyir. Çox ağırdır ya bu söz. Bu yaxınlarda bir nəfərin dilindən bir misalı tərsinə dediyini eşitdim. Çox narahat oldum, çox üzüldüm o sözü deməsinə. Bir misal var, deyirlər, dəvəsi ölmüş, ərəbəm. Bu tərsinə işlətdi o sözü. Allahu Ekber, Allah bağışlasın. Ərəbi ölmüş dəvəyəm dedi. Ya biz sahibsiz deyilik. Bizim sahibimiz var. Bizim Rəbbimiz var. Bizim Mövlamız var. Bizim ağamız var. Bizi bura gətirən var. Bizi buradan yönləndirən var. Hansı ayədir? Yunusiyyə deyilir oradan. La ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin. Təəccüb eləyirəm o insana ki, qəm qüssənin içərisindədir, əli hər yerdən üzülüb, amma bu zikr eləmir. Niyə? Deyir, çünki bu ayədən sonra Allah təbarəkə və teala fəstəcəbnə ləhu və nəccəynahu minəl qəmmi və kəzəlikə nunciyəl müminin. Bu Həzrəti Yunusun zikridir. Həzrəti Yunusun. وَالزَّنُّونِ اِذْ ذَهَبَ مُغَادِبًا فَزَنَّ اَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ. Deyir, o Zənnun, Yunus qəzəbli halda getdi. Atdılar Yunusu dəryaya, təsəvvür elə dərya, dəniz. Atan kimidir, böyük bir balıq, balina, utdu bunu. Əl hər yerdən üzüldü, dəryanın ortası balığın qarnı. Ayədir də bu, balığın qarnı. Əli hər yerdən üzülüb. Orada bu ayəni dedi. La ilahə illa əntə, ilah səndən başqa Allah yoxdur. Subhanəkə, sən paksən, bütün eyiblərdən münezzəhsən. İnni kuntu minəz zalimin, mən özümə zülm elədim. Dedi, o balığın qarnında bu nidan elədi. Bu cürnə məni çağırdı. Fəstəcəbnə ləhu. Nicat verdi ona. Və kəzəlikə nunciyəl mümin. Həmçinin möminlərə də elə bu yolla nicat veririk. O insan ki deyir, bitdim, Allah bitdin deməsə bitməz. Allah bitdi deməsə o iş bitməz. O adam ki deyir, batdım, Allah batdın deməsə batmaz. Necə ki, Həzrəti Yunusi Zənnundur Qurandakı adı. Zənnuni Allah o zülmətlərin içərisindən, o balığın qarnından xilas verdi, nicat verdi. Sənin çətinliyin nə boydadır ki? Sənin qəm qüssen nə boydadır ki?
Allah sənə də nicat verər. Gəl bu gecədə bu zikri bir yerdə deyək. La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. İlah və Rəbbim, bu ayənin vasitəsilə içimizdəki qəmlərlə, dərdlərlə, kədərlərlə İlah və Rəbbim sənə pənah gətirik, bizim hamımıza nicat verginə. Kəzəlikə nunciyəl müminin, necə ki möminlərə belə nicat vermişdi. İmam Sadiq əleyhissalam buyurur, təəccüb ediləm hiləyə düşmüş, tora düşmüş, şərə düşmüş bir adama ki, Allahın bu ayəsinə pənah gətirmir. İmam hansı ayədir? Buyurdu, və ufəvvidu əmri ilallah innallaha basirun bil ibad. Ufəvvidu əmri ilallah. Mən öz işlərimi Allah sənə tapşırıram, sənə həvalə edirəm. İnnallaha basirun bil ibad. Allah öz bəndələrini, öz qullarını daha yaxşı görür. Deyir, sən bu zikirlə Allah'a sığın nə qədər də sənə hilə eləsələr, gör Allah sonunda nə deyir? Buyurur, fəvəqahullahu seyyiəti mə məkaru. Beləliklə onu onların qurduğu hilələrdən və şərdən qurtardıq. Bundan xilas olmaq istəyirsən, hansı zikr eləyəcəksən? Və ufəvvidu əmri ilallah innallaha basirun bil ibad. Təəccüb edirəm bir insana ki, dünya istəyir, dünya neymət istəyir, fərqi yoxdur, evlad istəyir, ev istəyir, ruzi genişliyi istəyir. Elə yarısımızın çox onun üçün gəlmişik də burada. Ahirət fikirləşən var. Əsas puldur deyir, İmanımız çoxdur. Biri var idi, Allah səlamət etsə, bir mömin oğlana deyir ki, mənə dua elə, deyir, ağa sənə dua eləyirəm. Deyir, imanım çoxdur, deyir, pul istəyirəm, deyir. Ayə budur. Məşəllah la quvvətə illa billah. Məşəllah la quvvətə illa billah. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs bu zikirlə Allaha pənah aparsa, bu zikirlə pənah, ayənin özünə pənah gətirirsə, ayə Allahındır da, ayənin özünə pənah gətirsə, desə ki, məşəllah la quvvətə illa billah. Allahdan başqa heç kəsdə güc qüvvət yoxdur, Allahın istəyi olacaq. İmam buyurur ki, Peyğəmbərdən soruşdular ki, Qədir gecəsində nə istəyək Allahdan? Bu Qədir gecəsində nə istəyək? İndi adam çox şey istəyir də, insanın arzuları çox, istəkləri çox şey istəyir adam. Bir nəfər gəldi Peyğəmbər əleyhissalamın yanına, dedi, ya Rəsulallah, hər kəsə dua elədim, siz kimi. Dostuma, qonşuma, qohumma, valideynimə, hər kəsə dua elədim. Bəs özüm üçün nə istəyim? Yaxşı sualdır. Dedi, özüm üçün nə istəyim? Əhsən, dedi Peyğəmbər. Dedi, afiyət istə. Afiyyətət fid dünya və fil axirə. Dünya və axirət afiyyət istə. Afiyyət nədir? Səlamətçılıq, əminamallıq, rahatçılıq, nuşduq. Görəsə adam köynələr deyirdilər, daha o cürə söz deyənlər qalmayıb. O köynələr deyirlər ki, bir tikə çörəyi nuşduqla ye, afiyyətlə ye, o ləzzətli yeməkləri narahatçılıqdan yeməkdən daha nuş olar, daha insan çox xoş olar. Görəsən adamın qabağında bu boyda duz çörəyi var, bəhbəhlə yeyir onu, afiyyətlə yeyir, rahatçılıqla yeyir. O, qabağında ləzzətli yeməklər var, amma afiyyəti yoxdur bu adamın. Afiyyəti yoxdur. Ondan daha ləzzətli olar, ondan daha nuş olar adama. Afiyyət tək yeməkdə deyil, bütün dünya işlərində. Bütün dünya işlərində, din işlərinin üçün Peyğəmbər buyurur ki, afiyyət istə. Duasını belə elə. Allahümmə inni əsəlukəl afiyyə. İlah və Rəbbim, mən həqiqətən səndən afiyyət istəyirəm. Fid dünya vəl axirət. Dünyada da, axirətdə də. Allah dünyamızı da səlamət eləsin. Ahirətimizi də səlamət eləsin. Allahümmə inni əsəlukəl affə vəl afiyyə. İlahi, səndən həm əff istəyirik, həm afiyyət istəyirik.
fi dini, dinim üçün, dinimdə. Dinin üçün də salamatçılıq istəyir. Elə bilməyinən ki, dinin əldən getməz. Hər zaman Allahdan dinivin səlamətçiliyini sona qədər aparıb yetişdirə bilməyi istəyinən. Xüsusən bu gecələrdə çox kişiləri gördük. Əlindəki o dini, sahib olduğu o dini aparıb başa çatdıra bilmədi. Siz görmədiniz, görmüsünüz. Mömin kimi bildiyimiz kişilər yarı yolda dini qoydu. Dini səlamat olma, dinini xarab elədi. Övliya kimi olan adamlar imansız getdi. Hər zaman Allah'a yalvarın, istəyirəm, xüsusən belə gecələrdə ki, İlah və Rəbbim, dinim üçün afiyət istəyirəm, dinimi salamat elə kinə. Amin ya Rəbbim, dinimi salamat elə. Və dünyamı salamat elə. Dünya deyəndə hamısı var onun içində. Hər şey var onun içində. Malın var onun içərisində, sağlamlığın var onun içərisində, əmin-amallığımız var onun içərisində, ölkəmizin səlamətçiliyi var onun içərisində. Allah bütün dünyamızı salamat eləsin. Bu dualarımızı da abunə eləməliyik. Dünya qarışsa biz də gedirik onun içində, ya yox. Balalarımız da gedir onun içərisində, ya yox. Mən bu ay ancaq elə bunu dua eləmişim, İlah və Rəbbim. Əmin-amallıq şəraitində balalarımızı böyüdməyi bizə nəsib elə ki. O əskər anaları var, bu boyda olub ürəkləri. Hər dəfə bu bir xəbər eşidəndə ölürlər, dirilirlər. Ata biraz qürurluluğunu saxlaya bilir, amma analar ölürlər. Allah əskər anaların qəlbinə afiyət bəxş eləsin. O əskər balalarımızı hifz eləsin inşallah. Və buyurur, və əhlin içində afiyət istə. Əhl nədir? Ailə. Ailənin xoşbəxtçiliyi insan xoşbəxtçiliyidir. Var, dövlət, vəzifə, güc, elm, hər şeyin var, amma ailədə xoşbəxt deyilsən. Necə olar insan? Heç sən. Çox çətindir bu. Buna xoşbəxt deyə bilməzsənsə. Allah ailələrimizi salamat eləsin. Ailələrimizin birliyini salamat eləsin. Xüsusən bu gündə bizim hamımızın borcudur ya. Öz ailəmiz üçün, bütün ailələr üçün bunu istəyək. Çünki cəmiyyət domino daşı kimidir. Aşdı, neyniyir? Bir-birini aşır, ya bir gün sənin evə gələcək. Samanlıq kimidir, zəmi kimidir. Bir başından yandı, yana sənin də ərazivə gələcək. Bir dənə, iki dənə boşanma var idi, xatırlayırsınız? Hə? İndi sağda da var, solda da var. Adam başını güclə qoruyur. Nədir? Cəmiyyət üçün dua elə. Cəmiyyətin salamatçılığı üçün dua elə. Çünki cəmiyyətin içində sən də varsan. Sən də bu cəmiyyətin içərisindəsən. Və malın üçün də salamatçılıq elə. Çünki malı da asanlıqla qazanmamısan sən. Ömründən, əziyyətinlə qazanmısan. Yəni bunlar üçün İnsan eləyə bilər bu gecələrdə nə etsin, Peyğəmbər buyurduğu kimi afiyət istəsin, afiyət. Mən bir dənə bu sözü demək istəyirəm sizə. Keçən gecə bəzi sözləri demişəm, danışmışam, təkrarlarını eləmək istəmirəm. Müəyyən kəslər var ki, Qədir gecəsinin savabını ala bilməyəcəklər. Bunu hər il deyirəm. Qədir gecəsinin savabını ala bilməyəcəklər. Ən başda deyim kimlərdir? Ağ valideyn olanlar. Onlar Qədir gecəsinin savabına nail ola bilməzlər. İstiğfar etməyənə kimi, bağışlanmaq istəməyənə kimi. Gərək bağışlan, istiğfar eləsinlər. Bacarsınlar, valideynlərinin qəlbini alsınlar. Onları razı salsınlar. İndi hələ də gəldi var da Qədir gecəsi də qabaqda. Atanın, ananın razılığını al, üzündən, gözündən öp, sonra çıx evdən gəl. Necə dəstəmaz alıb gəlmirsən? Dəstəmaz ol, evə çıxmamışdan ged valideynin o bu yüzündən öp, onun razılığını al, sonra gəl. Dünyasını dəyişibsə Allah rəhmət eləsin, ziyarəti mümkündürsə ziyarətini elə, mümkün deyilsə duasını elə, öz içində ondan bir razılıq al, gəl. Ay balacalar, eşidirsiniz? İkincisi buyurulub şərabxor, adət eləyib şərab içməyə. Öyle ayıq vaxtı yoxdur onun. Ayıq vaxtı olmayanın Qədir gecəsi nə olmaz? Nail ola bilməz. Ağlı başında dörb adam. Bizdən uzaq olsun, deyirəm da. Və bir də sehirkar, sehr eləyən, cavdu eləyən,
cavdu elətdirən, cəmaatın evini yıxan, cəmaatın balasını viran qoyan, ailələri dağıdan, paxıllıqdan insanları gözü götürmədən o yollarla məşğul olan hər bir kəs bu Qədir gecəsinin savabına nail olmayacaq. Tövbə eləsinlər. Tövbə etsələr Allah qəbul eləyər. Deməyin Allah lənət eləsin. Allah ola hidayət eləsin. Lənət elədikcə lənətdədir də bu da. Budur ki, bu gecələri xüsusi bir halla, xüsusi bir qəlblə, xüsusi bir ürəklə inşallah bu gecələrdə oturaq Allahın izni ilə. Allah bizə rəhm eləsin bu gecələrdə. Və xüsusən bu gecənin xüsusi bir, necə deyim, bir başqa anlamı da var. O da Mövlamız Həzrət Əli əleyhissalamın şəhadətə yetişən günüdür. İndi düzdür, biz ağamızın o şəhadətinə ağlayırıq, narahat olub, bu vəzifəmizdir, amma bəzi adam bunu ölmək kimi başa düşməyin, ha? Bir yerdə şəhid çox gəlirdi, alimlərdən birisi dedi ki, cənnətin qapısı açılıb üzümüzə. Bir övliyalardan biri dedi ki, cənnətin qapısı açılıb üzümüzə. İndi biz buna ölü kimi baxırıq, ay. Amma böyük adamlar deyir, cənnətin qapısı açılıb üzümüzə. Necə ki dedik, bu gecə, bu Ramazan ayının gecələri, xüsusi gecələrdir, göyün qapısı açılıb, Zəbur bu ayda nazil olub, İncil bu ayda nazil olub, Quran bu ayda nazil olub, Tövrat bu ayda nazil olub, İbrahimin suhufu bu ayda nazil olub. Bu o cümlədə Allah buyurur Qədr surəsində ki, bütün mələkələr və ruh bu yerə enər, yerə nazil olar. Ne deməkdir? Qapı açılıb da. Onlar hər istədiyi vaxt bəyə gələ bilərlər, Allah açıb qapıları. O cürnədə yerin qapısı açılıb göyə. Dualarımız bax belə gedir. Elhamdülillah. Bir var, bir vəzifəli şəxsə bir məktub yazırsan, elektron və yaxud göndərirsən, indi o da baxacaq, oxuyacaq, cavab göndərəcək, bir ay getdi. Bir də var, üzbəüz düşmüsən ona, sözü deməyə. Nə qədər diqqətli də, üzbəüz. Bugün üzbəüzdür. Bugün sənin duan tez yetişər. O cür nədə Həzrət Əli əleyhissalamın şəhadətidir. Amma bəziləri görürəm ki, burada paylaşır, ağlamalı gündür bu gün bəyə. Nə də ağlamaq, Allah qorxusuna ağlamaq, Həzrət Əlinin sevgisi ilə ağlamaq. Da vaxtdan günah olub. Peyğəmbər ağladı. Hədisi oxuyacağım sizə. Ən məşhur xütbələrdəndir Şəbaniyyə xütbəsi ki, onu cümədə oxuyuruq da biz xatırlayırıq. Şəbaniyyə xütbəsi. Qoy tapım. Şəbaniyyə xütbəsinin sonundan bir oxuyacağam bu cümlələri bu gecəsi üçün. Şəbaniyyə xütbəsinin sonunda Həzrət Əli əleyhissalam Peyğəmbərə sual eləyir. Mə afdalul a'mal fi həzə şəhr. Ya Rəsulallah, ey Allahın Peyğəmbəri, bu ayda ən üstün əməl hansı əməldir? Ən üstün əməl hansı əməldir? Çox əməllərdir Peyğəmbər. Ən üstünü hansıdır? Peyğəmbər əleyhissalam cavab verir. Fəqalə, ya Əbəl Həsən, ey Əbəl Həsən, Həzrət Əliyə buyurur. Əfdəlul ə'mali fi hədə şəhri əl-vərə'u ən muharimillah. Ya Əli, ey Əbəl Həsən, bilginən ki, bu ayda ən üstün əməl günahlardan vəra eləməkdir, günahlardan pəhriz eləməkdir. İndi Peyğəmbər neçə günahı sayır, o deməkdir, bunlar olmaz, obruslar olar. Heç bir günah olmaz. Ən üstün əməl bu da bu ayda pak saxlayasan özünü, pak saxlayasan ruhunu, pak saxlayasan qəlbini, gözünü, qulağını, əlvi və s. Deyir, elə ki bu sözü dediyi Peyğəmbər əleyhissalam. Elə ki bu sözü dediyi, bundan sonra Sümmə bəka. Əli buyurur ki, sonra Peyğəmbər ağladı. Fəquldu, ya Rəsulallah, mə yubkiyəkə, ey Peyğəmbər, ey Rəsulallah, səni ağladan nədir? Niyə ağladın? Sual verir ona. Peyğəmbər Ramazan ayından danışır, sonra sonunda başlayır, Peyğəmbər duran yerdə ağlayır. Şəbaniyyə xütbəsidir, məşhur, əhl-i sünnə, şiyə, hamısında var. Ey Peyğəmbər ağladı, Həzrət Əli əleyhissalam buyurur ki, soruşdum, ey Peyğəmbər, ey Allahın Rəsulü, niyə ağladın, səni ağladan nədir? Dedi, ya Əli, bu Ramazan ayında səni qətl eləyərlər. Ən bədbəxt kəsin əli ilə qətl olunarsan sən.
ən bədbəxt kəsin əli ilə qətl olunarsan. Həzrət Əli əleyhissalam ki, bu sözü mənə dedi, dedim ki, və hədə fi səlaməti min dini, dedim, bu hadisə boş verən zaman mənim dinim səlamət olacaq. Ölməyim əsas deyil, dinim əsasdır, dinim salamat olacaq ya Rasulallah. Fəqal, fi səlamətin min dinikə. Bəli, yəni dinin salamat olacaq, çox salamat olacaq sənin dinin. Deyir, bunu dedi, sonra Peyğəmbər bu sözləri dedi Əlinin haqqında. Həzrət Əli buyurur bunu, deyir, sonra bu sözləri dedi. Mən qətələkə fəqət qətələni, ya Əli, hər kəs səni öldürsə məni öldürüb. Elə bir məni öldürdü. Bu sözü var, təəccüb edirəm İbn-i Mülcəmi müdafiə eləyənlərə. Peyğəmbərə Rasulullah deyib, Peyğəmbərə sevirəm deyib, İbn-i Mülcəmi müdafiə eləyənlərə təəccüb edirəm ki, Peyğəmbər buyurur ki, mən qətələkə fəqət qətələni, ya Əli, hər kəs səni öldürsə məni öldürdü. Və mən əbğəzəkə fəqət əbğəzəni, hər kəs sənə nifrət eləsə, buğz eləsə, kin göstərsə, ya Əli, mənə eləyib onları, mən özümə götürürəm, mənə eləyib. Və mən səbbəkə fəqət səbbəni, hər kəs səni söysə, Əli məni söyüb. 83 il söydülər Əlini. Bu mənbərlərdən söydülər. Peyğəmbər taxtından söydülər. Peyğəmbər məscidindən söydülər. Məscidlərdən söydülər. Məlun Muaviyyə vaxtında. Li'annəkə minni kənəfsi, ruhukə min ruhi. Ya Əli, bilginən ki, li'annəkə minni, sən məndənsən, kənəfsi, özüm kimi. Sən mənim özümsən, özüm kimisən. Ruhukə min ruhi, sənin ruhun mənim ruhumdandır. Sənin ruhun mənim ruhumdandır. Və tinətükə min tinəti, sənin tinətin torpaqdır. Sənin torpağın mənim torpağımdandır. O tiniyyə məsələsi, bunun mənası sənin fitrətin mənim fitrətimdəndir. Sənin yaradılışın min tinəti mənim yaradılışımdandır. Mənim yaradışımdandır, ya Əli. Tavsicə buyurur, İnnəkə ləhüccətullah alə xalqi. Ey Əli, həqiqətən sən Allahın hüccətisən xalq üzərində. Allahın hüccətisən xalq üzərində. İnnəllaha təbarəkə və təalə xələqəni və iyyək. Bəh, bəh, bəh. İnnəllaha təbarəkə və təalə xələqəni və iyyək. Allah təbarək və Teala məni və səni bir xəlq elədi. İyyək, məni və səni bir xəlq elədi. Vastəfani və iyyək, mənimlə səni bir göndərdi. Vaxtarəni li nubuvvəti, vaxtarəkə li imaməti. Məni Peyğəmbərlik üçün seçdi, səni də imamət üçün seçdi. Ya Əli, əmrukə əmri. Ey Əli, mənim əmrim sənin əmrindir. Və nəhyükə nəhyi. Yox. Ya Əli, əmrukə əmri. Sənin əmrin mənim əmrimdir. Sənin sözün mənim sözümdür. Bir vaxt deyirəm, mənim sözüm sənin sözündür. Başqadır. Yox. Əmrukə əmri, sənin əmrin, sən hər nə hökm versən, elə mən vermişəm onu. Nəhyükə nəhyi, sənin nəhyin, sənin qadağan verməyin mənim qadağanlığımdır. Sən dedin, elə mən demişim onu. Uqsimu billəzi bə'əsəni bil nübuvvə və cəaləni xeyrəl bəriyyə, məni Peyğəmbərliyə göndərən və insanların ən xeyirlisi qərar verənə and olsun, Allah and içir. İnnəkə ləhüccətullah, həqiqətən sən Allahın hüccəti və dəlilisən, alə xalqihi, bu məxluqatın, bu xalqın üzərində. Və əminuhu alə sirrəhu, sən Allahın sirlərinə əmin olansan, sirlərinə vaqif olub və onları qoruyan kəssən. Bu Peyğəmbərin dilindən deyə bu sözlər Əliyə deyilir bunlar. Və xəlifətuhu alə ibadihi,
Sən onun qullarının üzərində onun xəlifəsisən, Əli. Xəlifəsisən. Görmüsünüz də Həzrət Əlinin bəzi ləqəbləri var. Bəzi ləqəbləri var. Aynullah. Nədir? Allahın görən gözü. Aynullah. Allahın görən gözü. Uznullah. Allahın eşidən qulağı. Yədullah. Allahın vuran əli. Subhanallah. Bu elə-belə söz deyil. Özdən deyilmiyib bunlar. Hadis-i qudsidir. La yezalu abdi yetaqarrabu ileyye bin nevafili hatta uhubbuhu. Allah təbarək və Teala buyurur ki, mənim qulum nafilələrlə, nafilə namazı bilirsiniz də nədir? Yəni hədiyyə, nafilələri ilə, yəni yaxşı əməlləri ilə, müstəhəb əməlləri ilə, gözəl əməlləri ilə, üstün əməlləri ilə yətəqarrabu, mənə yaxınlaşar, o qədər mənə yaxınlaşar ki, hətta uhibbuhu, ta oraya qədər ki, mən onu sevərəm. Bəliyə deyil ha, bütün qullara görədir, sənə görə də o var. Hətta uhibbuhu, ta o qədər ki, mən onu sevərəm. Fəizə əhbəbtuhu, elə ki, mən onu sevdim, kuntu səm'əhulləzi yəsmə'u bihi. Deyir, elə ki, mən onu sevdim, onun qulağı, onun eşitməsi mənim eşitməyimləndir. Və bəsəruhu, və onun görməsi, bəsəruhulləzi yubsiru bihi. Allahın gözü ilə görər, qulağı ilə eşidər, əli ilə götürər. Xeybər yadınızda şəkk eləyənlər var. Amma Xeybərin qapısı yerindədir. Xeybərin qapısı durur tarix kimi. Həzrət Əli əleyhissalam əli ilə götürdü onu. Subhanallah. Sonra bir çörəyi bölə bilmədi. Quru çörəyi bölə bilmədi. Dedi, o Allahın nə qüdrəti ilə, indi Allahın əli iləndir. Deməli, Allahın əli bəzən əlinin əli ilə, əlində Həzrətənin əli ilə təcəllə olunur. Bu balaca söz deyir, ha? Niyə, nə səbəb olur? Əli, nafilələri ilə, gözəl əməlləri ilə özünə sevdirdi Allaha. Sevdirdi, Allah sevdi onu. Ayə var Quran-ı Kərimdə buyurur, Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah. Peyğəmbər əleyhissalama buyurur ki, Allah Teala buyurur ki, deginən, əgər siz istəyirsinizsə, siz Allahı sevmək istəyirsinizsə, fəttəbi'uni. Nə edin? Məni izləyin. Fəttəbi'uni. Bir tabi olmaq var. Tabi olmaq odur ki, deyər sənə götür bunu qoy ora, götürərsən. Bunu götür qoy, götürüb qoyarsan. Tabi olarsan. Və bir də var ki, izləyərsin onu. İttiba yəni izləmək. Ayağını qoyar, götürərsən qoyarsan onun ayağının izinə. Həzrət Əli əleyhissalam deyir, bir ömür Peyğəmbəri belə izlədim. Bir ömür izlədim. Ayağının izinə ayağımı qoydum. Oturduğu kimi oturdum, durduğu kimi durdum, düşündüyü kimi düşündüm. Bir ömür onu izlədim. Deyir, elə ki, sən bunu elədin, yuhbibkumullah. Allah da sevər. Xeybər qalası idi. Getmişdilər, gəlmişdilər. Ordu gedmişdi, neçə dəfə gəlmişdi, qələbə çala bilməmişdi. Peyğəmbər bir sözü dedi, bu hədis əhl-i sünnə kitablarındadır. Peyğəmbər buyurdu, qalən nəbi sallallahu aleyhi və səlləm fi yevmin Xeybər, Xeybər günündə Peyğəmbər buyurdu, لَأُعْتِيَنَّ الرَّايَ رَجُلًا يَفْتَحُ عَلَى يَدَيْهِ. Mən sabah bayrağı elə bir kişiyə, racul kişidir, elə bir kişiyə verəcəyəm ki, يُفْتَحُ عَلَى يَدَيْهِ. Əlləri ilə açacaq o qalanı. Əlləri ilə açacaq. Və yaxud əli ilə fəth eləyəcək. Xasiyyətini deyir. Yuhibbullaha və rəsuluhu. O, Allahı sevir və Peyğəmbərini sevir. Sahabələr deyirlər ki, biz səhərəcən yatmadıq. Səhərəcən gözlədik ki, ay Allah, o müjdə verilən kişi kimdir? Kimdir? Allah. O Allah və Peyğəmbəri sevir, Allah və Peyğəmbəri də
onu sevir. O kişi kimdi ki onun əli ilə Xeybərin müjdəsi gəldi, fəthinin müjdəsi gəldi. Kimdi o? Peyğəmbər elə belə söz deməz ki. Deyir, səhərəcən yatmadıq. Əhl-i Sünnə rəvayətində var, deyir, ikinci xəlifə Ömər ibn Xəttab deyir ki, bizim hamımızın ürəyi döyünürdü. Görəsən Peyğəmbər bayrağı kimə verəcək səhər? Deyir, kimə yaxınlaşırdı, yanından keçirdi, amma ürəyi əsir, mən deyil. O deyir, məndən keçdi, bu deyir, məndən keçdi. Gəldi, Peyğəmbər keçdi, dedi, Eynə Əli, Allahu Ekber, dedi, Əli hardadır? Ya Əli. Dedilər, Əli gözünün ağrısından şikayət edir, yəni gözü ağrıyır. Çağırın Əlini. Əlini çağırdılar. Hədis belə deyib, mən də elə deyirəm. Dedi, Peyğəmbər ağzının suyu ilə Əlinin gözlərinə sürtdü. Şirk deyənlər var, ha? Peyğəmbər ağzının suyu ilə Əlinin gözlərinə sürtdü və dua elədi. Dedi, al bayraq Əli. Yadullahdır. Amma o gecə ki, Həzrət Əli əleyhissalama o qılınc deydi, o xəncəl deydi. Dilə Cəbrailin səsi eşidilib. Dinin sütunu yıxındı, dedi. Allahu Ekber, dinin sütunu yıxıldı. Əliyə yıxılanda. Küfə deymişdi bir-birinə. Bəzi şəhərlərdə bəziləri sevinirdilər də, bunda işimiz yoxdur. İmam Həsən əleyhissalam Şama yazdı Muaviyə ki, sən insanların ən alçağısan. Çünki bizə yetişib ki, Əlinin ölüm xəbəri sənə çatanda sevinmisən. Sən alçaq adamsan, dedi. Sən məgər məktublarındadır ya İmam Həsən əleyhissalamın, məktublarında da tarix kimi qalıb. Dedi, sən insanların ən alçağısan. Çünki Əlinin ölüm xəbəri sənə yetişəndə sən sevinmisən. Hamı demişdi bir-birinə o gecə. Amma ən çox narahat olanlar var idi. Kimlər? Yetimlər. Atası ölmüş uşaqlar. Ataları ölmüşdü, amma Əli var idi deyə yetimliyi hiss eləmirdilər. İndi Əli ölsəydi, vay hallarına, Allahu Ekber. Zəhər bədənə işləmişdi, qulaqlarına çatmışdı o yetim uşaqların ki, həkimlər deyir ki, buna süd, qatıq faydası var. Hər uşaq bir dənə kasədə balaca süd qatıqla gəlib durublar Əlinin qapısında, növbədir. Bir uşaq da gəlib, gedib süd satanın yanına deyir, kasası var, deyir, mənim kasama belə süd ver, pul ver, yoxumdur pulum. Yettiməm, yoxumdur pulum. Dedi, pul olmasa süd olmaz ki. Bir şey ver. Dedi, ayaqqabım var, veriblər mənə. Bir uşaq da deyir, ayaqqabım var, verirsən belə süd verərsən mənə. Baxdı, dedi, hə, verərəm, biraz süd tökdü ona. Gəldi, gördü, uşaqlar doludular, yetim uşaqlar, əllərində kasada sütlə durublar. Bu da gəldi, ayağı yalın durdu onların yanında. Görəsən kimin sütünü alıb aparacaqlar, Əliyə verəcək, kimin sütü Əliyə şifa olacaq. Rabi deyir ki, bir də gördülər ki, İmam Həsən əleyhissalam çıxdı, o uşaqlara baxdı. Dedi, aramızda ayağı yalın kimdi, atam çağırır onu. Aranızda ayağı yalın kimdi, ayaqqabısı olmayan kimdi, atam çağırır onu, Əmir əl-Mömin çağırır onu, o sütünü gətirirsin. Lənətullah aləl-qavməz zalimin. Bu halları biz Peyğəmbərinə və əhl-i beytinə sevgi kimi qoyuruq. Bəlkə də bu günlərin biz məsciddə oturmuşuq, amma yayılır hər yerə bunlar. Gülənlər var, ağız əyənlər var, niyə ağlayırsan? Sən atanı ağlaya bilmirsən. Bir dəfə yalandan cəmaata görə gözünü sıxıb ağlayırsan. 1400'ü ölmüş, şəhid olmuş bir kişi üçün bütünlükə ağlayırıq, ha? Heç biz də tamız o üçün ağlaya bilmirik, ha? Hələ biz ağlaya bilirik, Allah rəhmət eləsin, Fatihə. Amma Əlinin adı gəlir, Əlinin oğlu Hüseynin adı gəlir. Zəhra deyiləndə içimiz yanır. Necə ki, Peyğəmbər Əli ölməmişdi, Əli qətl olunmamışdı. Ramazan ayı gələndə, Ramazan ayının axırı gələndə halı dəyişirdi ki, ya Əli, bu ayda səni, bu Ramazan ayının axırında səni qətl eləyəcəklər. Peyğəmbərin gözləri doludu, ağlayırdı. Niyə ağlayırdı Peyğəmbər? Biz də onun üçün ağlayırıq. Çünki Peyğəmbər Əlini sevirdi.
Əliyə aşiq idi. Biz də Peyğəmbərin eşqinə şərik oluruq. Biz də Peyğəmbərin sevgisinə şərik oluruq. Sevgimizi Peyğəmbərin sevgisinə qoşuruq. Çünki Əlini Allah sevirdi. Sevgimizi Allahın sevgisinə qoşuruq. İlahi, sən şahid ol günən bu gecələrə, bu günlərə, bu göz yaşlarına. İnşallah bu gecələrin duaları var Allahın izni ilə. Bu halımızdan o duaları oxuyaq. Allah dərəcəyi qəbul eləsin inşallah.